11-ci sinif şagirdidir. Mövzunu anlayır. Müəllim onun potensialını görür, amma dərsə oturanda diqqəti tez dağılır. Başladığı tapşırıq yarımçıq qalır. Vaxt keçir, gərginlik artır. İmtahan yaxınlaşdıqca evdə eyni sual yaranır. Niyə tam potensialını göstərə bilmir? Bu sualı mənə çox valideyn verir. Valideynin gördüyü mənzərə bundan ibarətdir. Uşaq ağıllıdır, mövzunu anlayır, amma işi sona çatdırmaqda çətinlik çəkir. Bu istəməmək məsələsi deyil, sadəcə olaraq diqqəti uzun müddət bir məsələ və yaxud da bir mövzu üzərində saxlamaqda çətinlik çəkir. Bizim də dediyimiz diqqət çatışmazlığı və hiperaktivlik məsələsi elə budur. Uşaq yaşlarında bu əlamətlər özünü daha çox göstərə bilmir. Uşağın yaşı artdıqca, yəni dərs yükü artdıqca planlama və uzun müddətli məşğul olacaq bir dərs və yaxud da məşğələlər zamanı diqqəti bir yerlə cəmləməkdə çətinlik çəkə bilir. Bu vəziyyət uşağın gündəlik həyat tərzinə təsir edirmi? Yəni, əgər çətinlik həm evdə, həm məktəbdə, həm dərs qavramada, həmçinin münasibətdə özünü göstərirsə, həkimlə vəziyyəti dəyərləndirmək faydalı ola bilər. Burada əsas məqsəd uşağa hər hansı bir xəstəliyin adını qoymaq yox, uşağı daha yaxşı anlamaqdır. Diqqət çatışmazlığı və hiperaktiv uşaqlar yaradıcı və ağıllı olur. Sadəcə onlarda diqqət fərqli işləyir. Vaxtında dəstək olduqda nəticə yaxşılaşır, özünə inam artır, ailədə gərginlik azalır. Unutmayaq ki, diqqət çatışmazlığı və hiperaktivlik tərbiyə problemi deyil, məqsəd uşağı dəyişmək deyil, sadəcə olaraq uşağın bacarıqlarını və diqqətini düzgün şəkildə yönləndirməkdən ibarətdir.